Salam dostlar, kanala xoş gəlmisiniz. Abunə olub like etməyi unutmayın. Bugün sizlərə yeni notebookun qapağını açarkən ekranın birbaşa açılmasını necə bağlamaq olar onu göstərəcəyim. İlk öncə nə edirik? Kompüterin BIOSuna yeni nəsil kompüterlərdə bu əsasən UEFI olur, ora daxil olmalıyıq. Bunun üçün bir neçə yollar var. Deyək ki, kompüter başladırkən F2-yə basmaq, D-yə basmaq, F10-a basmaq. Mən ən əsas kompüterin klaviaturasında Shift-i basılı saxlayaraq restart verəcəm. Oradan daxil olacağım UEFI-yə. Bu daha asan gəlir mənə. Bura daxil olub Shift-i basılı saxlayaraq restart verəcəm. Bundan sonra sizə onu göstərəcəyim. Dostlar, budur. Mən daxil oldum UEFI-yə. Burada BIOS-dan fərqli olaraq mouse'la hərəkət etmək olur və burada Flip to Start vardı. Flip to Start, Enable, Disable vardı qarşısında menular. Disable olacaq sizdə, əgər kompüterin qapağını açarkən ekran açılırsa, siz onu Enable edib, məndə hal-hazırda Enable'dır. Enable'dan Disable edib, F10 düyməsinə basıb, save edib çıxaracaqsınız. Bu qədər dostlar. Bununla da kompüterin artıq qapağını açarkən birbaşa ekran açılmayacaq. Çox sağ olun dostlar. Kanala abunə olmağı unutmayın. Sağ olun.